Səidə Bəkir qızı, nəsə manevrlərin çox oldu. Baboşdan rəqsanəyə keçdin, rəqsanədən dinə gəldin, indi hicab haqqında indi danışırsan. Bir dənə qulaq asaq görək nə deyir. Övladlar öz istəkləri ilə bağlamırlar onu. Ata dinin yolunu tutub ananı məcbur eləyir və ya ananın özü keçir o hicaba, niqaba və keçdiyinə görə də ata dinin yolundadır deyə və 13 yaşından da səhv eləmirəmsə qızlar, yoxsa 9 yaşından və övladını da məcbur eləyir. Bugün onu o şəkildə məktəbə getməyə məcbur eləyirlər. Baş örtümlə qapanıb öz gələcəyimi əngəlləmək istəmirəm. Səidə Bəkir qızı, sən başa düş ki, nə qədər ki sən din haqqında belə danışacaqsan, bu sənə baş ucalığı gətirməyəcək. Çünki bu ölkədə dininə bağlı olan, Allahına bağlı olan ədəb, əxlaq, ailə kodekslərini, hansı ki dində vacib buyurulub, onları yaşayan insanlar var, olub və olacaqdır. Gələk uşaqların məsələlərinə. Məyər biz uşaqlarımızı hər gün səhər saat 8-də dünyəvi elm dalıca oyadıb göndərəndə onların xoşu ilə eləyirik, yoxsa öz xoşumuzla eləyirik? Bir dənə bu suala cavab ver. Əlbəttə ki, biz öz xoşumuzla eləyirik. Öz istədiyimizi təlqin eləyirik. Necə ki, dünyavi məsələlərdə biz uşaqlarımız üçün daha yaxşısını bilib, onların məsləhətini soruşmuruq ki, ay uşaq, sən məktəbə getmək istəyirsən saat 8-də. İnanırım ki, 99% uşaqlar deyəcək ki, yox, getmək istəmirik. Deməli, məcbur eləyirik. Deməli, bunun onlar üçün yaxşı olduğu gələcəyini düşünərək eləyirik, öz fikrimizlə eləyirik, məcbur eləyirik. Həmçinin də din məsələsində gələndə niyə onda məcbur etməyək? Bir şey ki, onların dünyası və axirəti üçün daha faydalıdırsa, əgər dünyəvi elm onların dünyası üçün faydalıdırsa, Allaha ibadət dünya və axirətləri üçün, əbədi həyatları üçün daha faydalıdır. Bunu düşünən valideyn təbii ki, bunu evladından istəyəcək və hər bir valideyn öz ailəsinə, öz evladlarına başçıdır və mükəlləfdir və cavabdehdir, buna görə Allah qarşısında cavab verəcək. Siz niyə bu qədər məsələləri ziddiyyətli, qərəzli belə gətirib ortalığa qoyursunuz? Yaxşı, kimsə seçim eləyir, evladını qısa ətəkdə məktəbə göndərir. Kimsə də seçim eləyir, evladını Allahın əmri ilə baş örtüsü ilə göndərir. Niyə görə biz o birisinə heç nə demirik? Amma bu birisi məsələyə gələndə o dəqiqə gözlərimizin önündə bir gediçilik, bir məfhumat canlanır. Heç bir halda qadının başının örpəyi onun elminə, onun dünyasına mane ola bilməz. Yığışdırın bu cəfəng fikirləri. Sizin yenə də deyirəm, dərdiniz, səriniz İslamdır. Allah isə öz nurunu tamamlayacaq. Səidə Bəkir qızı yox, milyon dənə Bəkir qızlar gəlsin. Xeyri olmayacaq. Çünki yenə də deyirəm, qəlbdə əgər Allaha iman varsa, o yaşayacaq. Əgər yoxdursa, ölü qəlbdir. Bu ölkədə hər bir insanın din, etiqad, seçim azadlığı var. Siz həyatınızı belə görürsünüz, dini yaşayanlar da belə görür. Nə istəyirsinizsə bu dini yaşayanlardan? Əl çəkin də. İstəyirsiniz qısa ətəkdə gəzin, istəyirsiniz oğlunuzla rumka-rumkuya vurun. Bu sizin öz seçiminizdir. Hər kəs, kimsə də öz evladı ilə məscidə gedir, ibadətə gedir. Bu da onun öz işidir. Necə ki, birinci məsələdə bunun öz işidir. Bəsdir, insanların yaxasından düşün, Səidə Bəkir qızı. Reyting qutaran kimi başlayırsan dindən danışmağa. Ayıbdır, Allahdan qorx.